Gələn şəbəkənin voltunu və amperini öyrənmək istəyirsiniz, amma bu iki cihazı panoya yerləşdirə bilmirsiniz. İndi sizə bir cihaz göstərirəm ki, hər ikisini birində cəmləyir və çox ucuz qiymətə. Elə isə başlayaq videomuza. Hər kəsə salam, kanalımıza xoş gəldiniz. Bu gün sizlərlə bir yerdə panolarımızda istifadə etdiyimiz voltaj və ampermetrlər haqqında danışacağıq. Bunlar ayrı-ayrılıqda həm ampermetr şəklində, həm voltmetr şəklində satılır və bu cür əlimdə olduğu model kimi həm voltaj, həm ampermetr bir yerdə cəmləndiyi şəkildə də var. Bunu haralarda istifadə edirlər, niyə istifadə edirlər və quraşdırılması necədir? Bunlar haqqında danışacağam. Quraşdırılması çox sadədir. İndi göstərəcəm, onsuz rahatlıqla biləcəksiniz. Bunun üstünə 100 amper yazılıb. Ümid edirəm ki, 100 amperə qədər dözə bilər. Çünki rezistordan deyil, bir manyetik alandan amperi ölçür. Ona görə yəni yüksək amperləri götürə bilər. Və tam rahatlıqla da 220 voltda istifadə edə bilərsiniz. Zaten üstündə də 50 voltdan 500 volta qədər voltaj aralığında istifadə etdiyini yazır və 100 amperi də burada yazır. Ümid edirəm ki, 100 amperə qədər heç bir problem olmaz belə yazırsa üstündə. Ölçüm aralığı ola bilər biraz yanlış olsun, xətalı olsun. Bura qədər bağlantı yeridir, ortası boşdur. Burada adapter sistemidir və cihazın özü də burada yer alır. Yəni kiçikliyindən anlaşıla bilər ki, o qədər də həssas bir cihaz deyil. Və qiyməti də zaten çox ucuz olur deyə bu cür cihazların yəni yüksək ölçüm dəqiqliyi gözləməyin, amma yetərincə də normal ölçümlər verdiyini deyə bilərəm. İndi isə bunu haralarda istifadə olunur, necə istifadə olunur bunu göstərəcəm. Bunlar haqqında danışaq. Və də başlamamışdan qabaq deyəm ki, kanalımıza hələ dəstək deyilsinizsə, abunə deyilsinizsə, abunə olmağı, videonu bəyənməyi unutmayın. Və indidən çox təşəkkür edirəm. İlk öncə deyim ki, burada bir işləkir var və bunu rahatlıqla çıxarıb panomuzdan ayıra bilərsiniz. Çünki bunu bir naqilə tutturasınız montajın əsasında. Əsasən qlavna xəttə yəqin ki tutturasınız və hər dəfə bu cihazı sökmək üçün o şnuru çıxarmaq ehtiyac deyil. Yəni burada işləkirindən ayırıb rahatlıqla cihazımızı korpusdan ayıra bilərsiniz. Və cihazımıza uyğun olaraq arxa bir ölçüsünə uyğun bir dəlik açırıq panomuzun qapağında və bu cür arxasındakı salnik taxıb qabaqcadan. Sonra da arxasının rəzbə tərəfinə taxırıq və panomuza sıxışdırırıq. Yəni montajı çox sadədir. Montajı bu şəkildə idi. İndi bağlantısına keçək. Bağlantısı burada 2 ədəd şurup yerləri var. Müsbət mənfi fərq etmədiyi üçün alternativ cərəyanda. Yəni nol fazanı 2 yerə də taxa bilərsiniz, fərqi yoxdur. Əslində maqnet babinində eyni şəkildə sağınla solu fərq etməməlidir, amma mən sağınla solunu prob üçün dəyişdirdim. Ən doğru sonucu arxada gəliş yeri bu laklı hissəyə düşdü. Çıxış yeri isə burada 100 amper yazılan tərəfə düşdü. Doğru sonucu orada aldım. Çünki hər ikisini dəyişdirdim. Ola bilsin cihazımızı yandırıb söndürəndə fərqli dəyərlər verir, amma mən bir dəfə yoxladım, yəni fərqli dəyərlər verdi. Belə 3 amper əksinə 3 amper göstərəndə bu cür 4.4 göstərdi ki, məndə də düzgün amperkləşlə ölçümüm zaten 4.4 idi. Belə. İndi voltajı öyrənmək üçün mən burada 2 ədəd şnurum var. Demək, birinci naqilimizi voltmetr olaraq işlədirik. Birbaşa 220-dən gələn şəbəkəmiz bunun arxasındakı şuruplara birləşir. Və burada şəbəkəmizə taxıram. Şəbəkəmizə taxdıqda cihazımız yanır, 227 volt yazır, 0 amper yazır, çünki heç bir yük üstündən çəkilməyib. Mən burada voltajı da sizə tester vasitəsilə göstərim. Bu cür multimetrimizi götürürəm, 600 volt alternativ cərəyanı alıram və arxasında şurup yerlərindən elə ölçümümü edirəm. Mən burada 228 dəyərini görürəm və buradan da baxanda 228-229 dəyərini oxuyuram. Demək ki, voltajımız dəqiqliklə göstərir. İndi isə amper dəyərini ölçürəm. Amper dəyərimdə mən burada qaçaq axın sığortam var. Rozetka olaraq bunu işlədirəm. İlk öncə şəbəkəmizi buna bağlayıram. Burada gördüyünüz kimi bir dənə naqilim var. Naqilimi bağlamamışdan qabaq burada babini naqilin birindən keçirirəm. Fərqi yoxdur. 0 və yaxud da faza. Gördüyünüz kimi. Və çıxışından mən burada keçən dəfədə ampermetrimi ölçəndə istifadə elədiyim bir fenim var. Fenimizin rozetkasına, yəni vilkasını qaçaq axın sığortamızın çıxışına bağlayırım.
Təbii burada bu bağlantıları edərkən şəbəkəmiz ayrılı vəziyyətdədir. İndi isə şəbəkəmizi taxıram. Voltmetrimi göstərirəm siz tərəfə və fenimi qoşuram. Gördüyünüz kimi amper dəyərində gördüm. Burada amper kleş vasitəsilə alternativ amper ölçümünü alıram. Amper metrimizin batareyası ölüb. Burada alternativ axın ölçümü gətirirəm. Gördüyünüz kimi. .5 göstərir. Amper metrimizdə də 4.06. Burada da 7.5 olarkən 6.8 göstərir. Təbii mən amper kleşin ölçümlərinə daha çox inanıram. Çünki məncə amper kleş o qədər də allanmaz. Nə də olmasa, yəni bu işə yaraya biləcək təkcə o işi görə biləcək bir cihazdır. Yəni bunun kimi kiçik boyu, bunun kimi bir işləmcisi yoxdur. Ona görə mən amper kleşin ölçümlərinə daha çox inanıram. Amma təbii ki, amper kleşdə də biraz xəta payı ola bilər, amma bunda xəta payı məncə də daha çoxdur. Çünki 6.8 göstərərkən amper kleş 7.5 göstərirdi. Amma volt dəyərini tam dəqiqliklə multimetrdən eyni göstərdi. Bizə zaten bir tolerans bir dəyər lazımdır. Müəyyən nə qədər amper çəkildiyini müəyyən dərəcə dəqiq olmasa belə görməmiz lazımdır panodan. Yəni ümumiyyətlə yük çəkilirmi, çəkilmirmi və yaxud da çəkilirsə nə qədər çox çəkilir. Yəni 1 amper aşağı, 1 amper yuxarı bizə o qədər də önəmli deyil. Yəni panomuzdakı ölçümümüzdə. Əgər dəqiq ölçüm lazımdırsa multimetrdən və yaxud da ki amper kleşdən ölçümlərimizi edərik. Voltumuz zaten çox dəqiqliklə göstərildi. Amperdə dəyərində nəzərə almaq olar. Bu cür kiçik bir cihaz üçün, bu cür yəni ucuz bir qiymətə alacağımız cihaz üçün. Təbii ki, daha yüksək qiymətlərə, daha həssas cihazlarda ala bilərik. Həssaslıq zaten voltda o qədər önəmli deyil. Əsasən amperdə həssaslıq istəyiriksə, daha həssas cihazlar ala bilərik. Amma ekranın forması olsun, görüntüsü olsun, səliqəli görkəm olsun və ölçümləri müəyyən dərəcədə bizə çatdırmaq olsun. Bu qiymətə alına bilən ən yaxşı pano üçün cihazlardan biridir. Məncə də elə bütün panolarda bu tip cihazlardan istifadə edə bilərsiniz. Təbii ki, voltaj qorumamızı əgər istifadə ediriksə panomuzda, onun üstündə zaten çəkəcəyi axın dəyəri də, volt dəyəri də göstərir. Amma qapaqlı bir pano istifadə ediriksə və panonun çölündən də görmək istəyiriksə, mütləq belə bir cihazdan edinməliyik. Belə bir cihazdan ölçümlərimizi ilk başda görməliyik, müdaxilə etməmişdən qabaq. Voltmetrləri ayrı şəkildə də ala bilərik. Yəni bəzi panolarda mən işlətmişəm, sadəcə voltmetrdir və yaxud da ki ampermetr olaraq ayrılıqda satılanlar da var. Bu cür iki dəyəri də bir arada göstərənlər məncə daha uyğundur. Həm daha ucuz düşür, daha sadə olur və daha əlverişlidir. Volt və ampermetrimiz haqqında danışa biləcəyim bunlar idi. Amper kleş məntiqindən amper ölçümü edir və voltmetrdə zaten çox dəqiqliklə göstərir. Tövsiyə edirəm. Bu qiyməti alına biləcək ən yaxşı cihazlardan biridir. Və bu qədər. Artıq zaten funksiyası yoxdur ki, artıq bir şeylər danışaq. Sabit cərəyanda işləmir, yalnız dəyişən cərəyanda 50 voltla 500 volt aralığında işləyir. Amperimiz isə 0-dan 100 amperə qədər ölçümlər edə bilir, yəni alternativ cərəyanda. Videomuz bu şəkildə idi. Ümid edirəm videomuzu və cihazımızı bəyəndiniz. Bu cihaz haqqında da çalışdığım qədər məlumat vermək istədim. Çox sağ olun, minnətdaram videonu izlədiyiniz üçün və ümid edirəm ki, kanala hələ dəstək deyilsinizsə kanala abunə olub, videoyu bəyənməyi unutmazsınız. Bolca yorum yazın, yorumların hər birini oxuyuram. Xoş yorumlarınız olanda sevinirəm, suallarınız olanda cavablandırıram. Bir təklifləriniz varsa nəzərə alıram gələcək videolarda. Bu qədər. Sağ olun, salamat qalın, gələcək günlərdə daha aydınlıq sabahlarda görüşəndək.